Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tanınmış aktrisa Bennu Yıldırımlar atası Hikmət Yıldırımları itirməyin dərin kədərini yaşayır. O, sosial media hesabında duyğusal bir vida mesajı yayınlayaraq acısını izləyicilərlə bölüşüb. Xəbər verilir ki, Bennu Yıldırımlar atasının vəfat xəbərini paylaşarkən onun şəxsiyyətinə və həyat prinsiplərinə olan heyranlığını bu sözlərlə ifadə edir. Bəşəriyyət naminə qəlbən inandığı prinsiplərdən heç vaxt güzəştə getməyən, jurnalistikana və futbolçuluğuna dərindən bağlı olan, Nazim Hikmətin bir çox şeirini əzbərdən bilən, gözəl xatirələrini və dostlarına hər zaman sadiq qalan, doğru olanı deməkdən çəkinməyən, ümidini itirmədən həyata davam etməyin ən gözəl nümunəsi oldun mənim üçün, dostlarım üçün. Hər insan kimi tək idin və çox özəl idi. Xəbərin ən təsirli məqamı isə Hikmət Yıldırımların vəfatının onun doğum gününə təsadüf etməsidir.